Cruises.az-ın dəyərli dostları, müştəriləri, Explora Journeys gəmisinə aid olan Explora 1 gəmisində Krema bardayıq, kafedə. Krema kafe özünün kofeleri ilə məşhurdur və əlbəttə ki, əlavə içkiləri ilə. Çox gözəl belə bir stendi var. Dünya üzrə ən məşhur kofelerin, içkilərin yer aldığı bir kafedir. Sadəcə kofe deyil, demək olar, bütün növ içkilər öz əksini tapır və rahat bir şəkildə əldə edə bilirsiniz. Bir daha xatırlatmaq istəyirəm ki, burada digər standart gəmilərdə olduğu kimi sizdən kart istənilmir. Çünki gəmiyə daxil olmuşsa demək olar ki, hər şey daxildir. Axşam müəyyən saatda çox ciddi acmamısınızsa, müəyyən atışdırmaq istəyirsinizsə sadəcə Krema kafeye gəlib bu cür çox ləziz pendir çeşidlərindən, kalbasa çeşidlərindən sifarişinizi verib əldə edə bilərsiniz. Bax, belə bir çox gözəl bir dizayndır. Həqiqətən ehtişam özündə əks etdirir. Kiçik xırda detallar insanı həqiqətən dincəldir. Bu şekil panolar var, demək olar hər tərəfdə və istər günün proqramı ilə əlaqədar, istər başqa nələrin olduğunu görə bilmək üçün rahat bir şəkildə yaxınlaşıb. Bunlar telefonla da eləmək olur, öz application'ınızda onu eləyə bilirsiniz. Bu desk rezervasiya deskidir, hansı ki baxmayaraq ki gəmidəki 6 möhtəşəm restorandan 5 dənəsi artıq ödədiyiniz pula daxildir. Sadəcə bir dənəsi Antoloji restoranı, İtalyan restoranı əlavə ödənişləndir. Amma hər bir halda bu restoranlarda yerinizi ayırmaq mütləqdir. Yerinizi ayırmalısınız ki, sizə bu xidmət göstərilə bilsin. Axşam müəyyən saatlarında real xidmətinizdədir. Baxın, belə bir orta bölüm hansı ki, burada liftlər yerləşir. Necə ki, hər detalda lüks özünü göstərir deyə ifadə edirəm, səbəbi budur. Divandan tutun, çılçıraqdan tutun, yuxarıdakı dizayndan tutun və bu sadəcə bir lift bölümüdür. Bundan əlavə Future Journeys deyilən bir şöbə var. Bu şöbədə siz, hal-hazırda bağlıdır, amma bu şöbədə siz nə eləyə bilirsiniz? Gəmidəykən bir sonraki səyahətinizi sifariş eləyə bilirsiniz. Və belə olanda əlbəttə ki, müəyyən endirimlər və ya gəmidə istifadə olunmaq üzrə kredit dediyimiz, yəni sizə verilən bir puldur, belə fikirləşin, onu gəmidə istifadə edə bilərsiniz. Antoloji İtalyan restoranı qarşıda yer alır. Amma bundan daha və gəminin ürəyi deyə biləcəyimiz yer lobi var. 2 mərtəbəni əhatə eləyir və çox gözəl bir dizayna sahibdir. Ən çox şəkil çəkdirilən yer demək olar buradır. Və bu minvalla yuxarı çılçıraqlardan tutun. Həddən artıq işıqlandırma möhtəşəmdir.
və insanların ən çox, əgər bağlı məkandan söhbət gedirsə, ən çox vaxt keçirdikləri yerlərdən biri budur. Bunu elə bir möhtəşəm işıqlandırma ilə, dizaynla, indi hal-hazırda ümumi gedir musiqi, amma royalda, ifa olunanda çox fərqlidir. Baxın, o Explorer 1 gəmisinin lobi barıdır. Çox gözəldir, həddindən artıq.